Hər kəs dostlar, mən bu gün sizlərlə ev tikəcəm. Mən bu yolu özüm tikdim, çünki çox çətin idi. Bəlkə də bir saat bununla əlləşdim. Ona görə istədim ki, sizi yormayım. Buna görə də bu yolu özüm tikdim. İndi isə buradan ikinci binamızı tikməyə başlayacağıq. Kameranı qoydum ora. Başlayaq. İndi dostlar, mən belə 4 mərtəbəli olsun deyə bina tikəcəm. Onu istəyirəm belə taxta ilə tikəm. Bir də şüşə götürək dostlar. Vacibdir o. Dostlar, başlaya bilərik. Dostlar, indi burada bunun ölçüsü ilə eyni olmalıdır. Buradan belə. Dostlar, düzdür. Məncə düzdür, bir dənə yoxlayaq. Sonra səhv çıxsa pis olar. Və düzdür. Bir atdım qabağa. İndi düzdür. İndi buradan belə biraz yaxın eləyək. Buradan belə. Buradan. Tikisi dostlar, əla olar. Başlayaq dostlar. Dostlar, bunu biraz yekə eləyəcəm. Dostlar, 4 mərtəbə olacaq. Girişi dostlar belə olacaq. Bir qapılı. 2 qapı qoymaq istəyərdim, amma bir qapı qoymaq daha yaxşı görünür. İndi isə bunu qaldıraq. Dostlar, indi isə mən bu birinci mərtəbəni eləməyə başlayacağım. Pəncərələri necə tərzdə qoyum heç bilmirəm. Və birinci qatımız hazırdır. İndi pəncərələri qoyaq. Dostlar, belə olsa olar. Orada bir tablo qoyarıq. Məncə, ya da tablo qoymağa ehtiyac yoxdur. Bəli dostlar, oldu. İndi buranı da bağlasaq necə görünəcək baxaq. Dostlar, olar. İndi buradan isə bağlayacağıq. Dostlar, bu səfər balaca eləyəcəm buranı. Buradan girəcək və buradan ev olacaq. İndi buranın belə dostlar gələcək və buradan isə belə çıxacaq. İndi buradan seyfimizi eləməyə başlayaq.
Buradan gələcəyik. Buradan girəcək. Burada isə bizi ev göstərəcək. Bu ev çox balacadır. Bura dostlar bəlkə buranı o da eləyəcəm. İndi buranı taxtadan eləyəcək dostlar. 6 taxtadan olacaq. Dostlar birinci mərtəbəni eləyib qutarıb videonu bağlayacağım və gələn səhər bunu öldürək. Çıxdı. Dostlar indi mən birinci mərtəbəni eləyib videonu bağlayacağım və dördüncü 4 mərtəbə olacaq idi. Ona görə də 3 mərtəbəni gələn videoda çəkəcəm. Otaq belədir. Qapıdan girəcək dostlar. Elə bil burada ev göstərəcək bizi. Qapıdan belə girəcək. Yuxarı çıxmaq istəyən buradan çıxacaq. İndi evi dizayn edək. Ondan sonra isə yataq bura qoysuq olar 2 də. Sandıq, çalışma masası və axırda isə fırın. Yox, fırın dostlar bura qoyacağım. Ondan sonra vəssalam. Bunları bir də başqa şey də qoymağa çalışaq. Məsələn, ev əşyası üçün belə bir kitablıq qoya bilərik. Rəflər. Ola bilər. Bunu bura qoyaq. Yox. Bunu bura qoyaq. Belə. Belə yaxşıdır. Yerə də xalça vuracaq. İndi isə bir dənə qapı lazımdır bizə qapımızı qoymağa. Dostlar, mən həmişə bu qapıdan seçəm. Çünki nəsə bu qapı mənim xoşuma gəlir. Burada bir qapı. Baxa. Bil dostlar, buradan girəcək və gedəcək, buradan girəcək, bura 2-ci mərtəbəyə çıxacaq. İndi pəncərələrini qoyaq. Qabaq pəncərələri. Belə oldu. İndi isə buranı dostlar belə eləsəm olar. Baxın. Belə etsəm dostlar. Belə olar. Hesab bunu atlayın. Dostlar, buranın pəncərəsi belə oldu. İndi dal pəncərəni eləyəcək. Buraya belə uzunladım. Buraya belə pəncərə. Buranı isə belə qoyacağım dostlar. Birinci mərtəbəni eləyib videonu sonlandıracağım. İndi buranı da bağlayaq. Səhv taxtanı götürmüşəm. Buranı da bağladıq. Biri qaldı. Buranı eləyək. İndi baxaq görə necə oldu.
Buradan girdik, buradan belə girdik və yuxarı çıxdıq. Buradan. Dostlar, bir dənə baxaq görə belə olsa olar. Baxaq. Burada bir qapı qoymaq olar. Buradan save girəcək. Məncə olar dostlar belə. Bura qarışıq oldu qapı tərəf, amma nəysə. Bura belə olar. Burada da ki qəşəng bir elə bunları götürək dostlar. Burada pis durdu. Ən yaxşısı bura qoymaqdır. Baxın belə. Belə yaxşı oldu dostlar. İndi baxaq. İndi buranı baxlayaq. Bunların üstün baxlayaq. İndi oldu. Baxaq. Buranı baxlayaq. Görən necə dostlar və videonu sonlandırım burada da. Buradan girdik belə. İstəsi çıxarıq yuxarı. İstəsi birinci mərtəbədə qalan girə bilər içəri. Və bu qədər dostlar. Sağ olun.